اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة لأهل التقوى واليقين، والصلاة والسلام على رسول الله الأمين محمد صلى الله عليه وآله وسلم وعلى آل بيته الطيبين الطاهرين المعصومين عليهم السلام، ولعنة الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. السلام عليك يا شهر الله الأكبر ويا عيد أوليائه. السلام عليك وعلى ليلة القدر التي هي خير من ألف شهر. Artıq Ramazan ayının sonlarına yaxınlaşmışıq, 29-cu günündəyik. Ramazan ayının sonlarına yaxın, Ramazan ayına vidalaşan zaman İmam Səccad əleyhissalamın bir duası var. O duada İmam Ramazan ayına belə bir xitab edir. Esselamu aleyk ya şehrallahil ekber. Salam olsun sənə ey Allahın ən böyük ayı. Və ya idə avliyaih. Ey o Allahın vəlilərinin dostu olan Ramazan ayı. Esselamu aleykə və alə leylətil qədr. Salam olsun sənə və Qədr gecəsinə. Əlləti hiyə xeyrun min əlfi şəhr. O Qədr gecəsi ki, 1000 aydan üstün. Ramazan ayının 29-cu günündə də biz Allahdan mənəvi saflıq, mənəvi paklıq istəyirik. Duada oxuyuruq: Allahumma qəşşini fihi bir rəhmə. İlahi, bu gün məni öz rəhmətinlə əhatə et. Vərzuqni fihi tevfiq və ismə. İlahi, bu gün məni ismət və müvəffəqiyyətlə ruziləndir. Və tahhir qəlbi min qəyahibi tohmə. İlahi, bu gün qəlbimi töhmət qaranlığından pakla. Ya rəhimən bə'ibadihil mu'minin. Ey mümin bəndələrinə rəhimli olan Allah. Təbii ki, Allahın rəhməti genişdir, Allahın mərhəməti genişdir. Bütün məxluqatı üzərində Allahın rəhməti var. Amma Allah mümin bəndələrinə xüsusi bir rəhməti də var. Niyə? Çünki mümin bəndə Allahın istədiyi kimi yaşayanlardır. Allahın razılığını əldə etmək üçün səy göstərənlərdir. Ona görə Allah mümin bəndələrinə xüsusi bir nəzərdə var. Ona görə biz deyirik ki, Ya rəhimən bi'ibadihil mu'minin. Ey mümin bəndələrinə rəhimli olan Allah. Mümin ali bir məqamdır. Müminlik uca bir məqamdır. Həqiqətən, yəni mümin olmaq asan bir iş deyil. Mümin olmaq çətin mərhələlərdən keçmək deməkdir. Biz Allahın ayələrinə baxanda, Qur'an-ı Kərimə baxanda və hədislərə baxanda görür ki, Qur'anın bir çox ayələrində və hədislərdə müminlər mədh olunur. Müminlər vəsf olunur. Müminlərin xüsusiyyətləri, müminlərin əlamətləri və mümin olan şəxslər təriflənir. Biz Qədr gecələrinin dualarının birində belə oxuyuruq ki, Allahumma bihaqqi həzzəl Qur'an. İlahi, bu Qur'anın haqqına xatir. Və bihaqqi mən ərsəltəhu bih. İlahi, o şəxsin haqqına ki, sən Qur'anı ona göndərmirsən. Yəni, Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin hörməti. Və bihaqqi kulli mu'minin mədəhtəhu fihi. İlahi, bütün o müminlər ki, sən Qur'an-ı Kərimdə o müminləri mədh eləmsən, tərif eləmsən, onların haqqına. Ki, bu ayədə də görür ki, həqiqətən də, bu duada da görür ki, həqiqətən də Qur'an-ı Kərimdə müminlər mədh olunur. Ona görə müminlik mərtəbəsi ali mərtəbələrdən, ali məqamlardan biridir. Qur'an-ı Kərimdə 2 surə, Qafir surəsi ki, bir adı mümindir, 40-cı surə və 23-cü surə olan Müminin surəsi də müminlərin adı ilə bağlıdır. Yəni, bu 2 surənin müminlərin adı ilə bağlı olması bizə onu göstərir ki, həqiqətən də müminlik ali bir məqamdır, ali bir mərtəbədir. Müminin surəsinin ilk ayəsində Allah təbarək və teala belə buyurur. Biz ki, duanın axırında dedik, mümin bəndələrinə rəhimli olan Allah, ona görə istərdim elə bugün müminlərdən, müminlikdən, müminin xüsusiyyətlərindən danışır. Birinci ayədə buyurur ki, Qəd əfləhəl müminun. Artıq müminlər nicat tapıb. Həqiqətən dedik ki, müminlik ali bir məqamdır. Müminlik yüksək bir rütbədir ki,
bu rütbəyə nail olan, bu məqama çatan şəxs haqqında Allah buyurur ki, bu şəxs artıq nicat tapanlardandır. Yəni imanı kamil olan, imanı mömin olan, yəni mömin həddində olan, kamil olan şəxs nədir? Allah buyurur ki, bu şəxs nicat tapır. Bəs imanın kamilliyinin əlaməti nədir? Yəni insan imanın kamil olmasını hansı mərhələlərlə təsdiq edə bilər? Allah Rəsulu Həzrət Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, əl-imanu, yəni bütün iman, kamil iman, ma'rifatun bil qəlb, qəlb ilə tanımaq. Yəni insan Allaha qəlbən iman gətirməlidir, Peyğəmbərə qəlbən iman gətirməlidir, xalisanə iman gətirməlidir. Birinci mərhələ budur ki, insan qəlbən tanısın, qəlbən iman gətirsin. Sonra buyurur ki, və iqrarun bil lisan, dil ilə təsdiq eləmək. Yəni insan qəlbən mərifət gətirdi Allaha, Peyğəmbərə, sonra Allaha, Peyğəmbərə, onların buyurduqlarına dili ilə iqrar eləsin. Birinci təbii ki, kəlmə-i şəhadətdir. Ondan sonra dillə iqrar eləmək, yəni Allahın haram buyurduqlarından uzaq düşsün. Yalandan uzaq düşsün, qeybətdən uzaq düşsün, şər danışmaqdan uzaq düşsün, kimisə aldatmaqdan uzaq düşsün, böhtandan uzaq düşsün, söyüş, yalandan uzaq düşsün. Yəni Allahın haram buyurduğu sözlərdən uzaqlaşsın və Allahın halal buyurduğu sözlərdən danışsın. Üçüncü və əməlun bil ərkan. Öz əməllərində, yəni öz əməlləri ilə onu təsdiq eləsin. Yəni Allaha ki, iman gətirdi qəlbən, dili ilə təsdiq elədi və öz əməllərində onu göstərsin ki, həqiqətən də bu Allaha iman gətirir. Yəni Allahın halal buyurduqlarını yerinə yetirsin, Peyğəmbərin buyurduqlarını yerinə yetirsin və Allahın nəhy etdikləri, Peyğəmbərin qadağan etdiklərindən uzaq dursun. Bu üç mərhələdə olan bir insan, bu üç mərhələyə sahib olan bir insan, onun imanı kamil olar, həqiqi mömin olar və Allah buyurur ki, qəd əfləhəl müminun, o şəxs artıq nicat tapmışlardan olur. Müminin surəsinin digər ayələrinə də biz baxsaq, görərik ki, müminin əlamətləri nədir? Mümin hansı əməllərə sahib olmalıdır? Müminin surəsinin 2-ci ayəsində buyurur ki, "Əllezînehum fî salâtihim xâşiûn." Mömin o şəxslərdir ki, namazlarında xuşu halında olarlar. Xuşu halında biz keçən dualarda xuşu haqqında danışmışdıq. Yəni yenə də təkrar olsun dedik ki, xuşu halı odur ki, insan Allahın qarşısında dayananda, namaz qılanda Allahın əzəmətini dərk eləsin. Allahın izzətini, Allahın qüdrətini, Allahın gücünü dərk eləsin və Allahın qüdrətinin, izzətinin müqabilində özünü zəlil, aciz bilsin. Yəni mən elə bir qüdrət sahibinin qarşısında ibadət edirəm ki, yəni bütün güclər, bütün qüvvələr onun gücünün qarşısında zəif, aciz bir gücdür. Xuşu halı bir məqamı da budur. Sonra buyurur, وَالَّذ۪ينَ هُمْ أَنِ اللَّغْوِ مُعْرِضُونَ. Əsas məsələlərdən biri elə budur ki, mömin olan şəxslər ləğv, yəni faydasız, mənasız, boş-boş işlərdən üz döndərərlər. Yəni o əməllər ki, ləğvdir, yəni insanın dünyasına və axirətinə faydası yoxdur. O sözlər ki, ləğvdir, yəni insanın imanına, dininə müsbət təsir yoxdur, mənfi təsir göstərir, dünya və axirətinə mənfi təsir göstərir. Mömin olan şəxslər, yəni faydasız, bihudə işlərdən üz döndərərlər. وَالَّذ۪ينَ هُمْ لِلزَّكَاتِ فَائِلُونَ. Mömin o şəxslərdir ki, onlar zəkatı yerinə yetirərlər. Zəkat da vacib əməllərdən biridir. Mömin olan şəxs bundan boyun qaçırmaz. وَالَّذ۪ينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ إِلَّا عَلَى أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ. Bu iki ayənin, yəni qısa məzmununu belə ifadə edək ki, mömin olan şəxslər zinadan uzaq düşərlər. Hətta göz zinasından da belə uzaq düşərlər. Yəni müminin xüsusiyyətlərindən biri bu. Sonra buyurur ki, وَالَّذ۪ينَ هُمْ لِأَمَانَاتِهِمْ وَأَهْدِهِمْ رَاعُونَ. Əsas iki xüsusiyyətlər. Əmanətləri qoruyarlar və verdikləri əhdə vəfa edərlər. Əslində biz baxanda əmanəti qorumaq və əhdə vəfa etmək, yəni bu tək dini bir vəzifə deyil. Yəni namaz qılan belə deyək və ya iman əhli deyək,
Yəni bu tək dini bir mərhələ deyil. Əslində əmanəti qorumaq və verilən əhdə vəfa etmək bu ictimai nizam intizamı qorumaq üçün xüsusi əhəmiyyətə malik olan bir haldır, əməldir. Biz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin tarixinə baxanda hələ Peyğəmbər olmamışdan qabaq o Ərəb belə deyək yarımadasında, o Məkkə ətrafında ən əmanətdar Peyğəmbər sayılardı. Yəni bir insan səfərə gedərkən gətirərlər əmanətlərini Peyğəmbərin yanında tərk edərdilər, qaydanda Peyğəmbər onların əmanətlərini qaytarar. Yəni əmanəti qorumaq, əmanəti saxlamaq, əmanətə sahib çıxmaq tək dini bir vəzifə deyil, tək dini bir mərhələ deyil. Yəni ictimai nizam intizamı qorumaq üçün xüsusi əhəmiyyətə malik olan gözəl əməldir. Eyni zamanda mömin də gərək bu əmələ sahib olsun ki, verilən əmanəti qorusun, verilən əmanətə sahib çıxsın və əgər biri ilə bir əhd bağlayırsa, bu əhdə vəfa eləsin. Əmanət haqqında Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, yəni əmanəti qorumaq, əmanətə sahib çıxmaq haqqında buyurur ki, Leysə minnə mən xanə bil əmanə. Hər kim əmanətə xəyanət etsə, bizdən deyil. Ona verilən əmanəti qorumaqla mükəlləfdirsə, qəbul edibsə, əgər ona xəyanət edirsə, o bizdən deyil. Qısa olaraq bunu demişik, yerinə düşdük ki, əmanət bəzən də söz əmanəti olar. Əgər birinin sirri sənin yanındadırsa, sən ona xəyanət edirsənsə, yenə də Peyğəmbər buyurur ki, əmanətə xəyanət edən bizdəndir. Başqa hədisdə Allah Rasulü sallallahu aleyhi və alihi və səlləm yenə buyurur ki, Mən xanə əmanətən fid-dünya və ləm yərudduha ilə əhliha. Hər kim dünyada əmanəti qorumasa, əmanətə xəyanət eləsə və onu öz sahibinə qaytarmasa, thumma ədrəkəhul mevt, sonra ölüm onu gəlib haqlasa, yəni dünyasını dəyişsə, matə əla qeyri milləti, o İslam ümmətində, mənim millətimdə ölən şəxs kimi ölməz. Görün, əmanətə xəyanət etmək nə qədər zəlil bir əməldir ki, nə qədər belə bəyənilməyən bir əməldir ki, Peyğəmbər buyurur ki, kim yəni əmanətə xəyanət etdiyi halda dünyasını dəyişsə, o İslam ümmətini, yəni mənim millətimdən olan şəxs kimi dünyasını dəyişməz. Əmir əl-Müminin əleyhissalam bir hədisdə buyurur ki, Əfdəlul iman, imanın ən üstünü, yəni ən üstün iman nədir? Əl-əmanət, yəni əmanətdar olmaqdır. Vəd haqqında da, yəni verilən vədə əməl etmək haqqında da, yəni Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Sələsun mən kunnə fihi fəhvə münafiq. Hər kimdə bu üç xüsusiyyət olsa, o şəxs münafiq sayılar. Və in samə və sallə və həccə və ətəmərə. Baxmayaraq ki, o şəxs oruç tutur. Baxmayaraq ki, o şəxs namaz qılır, həcci yerinə yetirib, ümrə ziyarət yetirib. Yəni bu əməlləri yerinə yetirsə belə, üç xüsusiyyət onda varsa, Peyğəmbər buyurur, fəhvə münafiq, o münafiqdir. Birinci nə idi? Və qalə inni muslim. Və o şəxs deyir ki, mən müsəlmanam. Namaz qılır, oruç tutur, həcc edir, ümrə edir və eyni zamanda deyir ki, mən müsəlmanam, bu iddiadadır. Amma onda üç dənə xüsusiyyət olsa, bunların hamısının üstündən xətt çəkilir və o şəxs münafiqdir. Onlar o əməllər hansıdır? İzə həddəsə kədibə. O şəxs ki, danışanda yalan danışar. Bir. Və izə vəədə əxləfə. Birinə vəd verərsə və o vədin xilafına çıxarsa. İki. Üçüncü və izə utuminə xanə. Ona bir şey əmanət verilərsə və o da ona xəyanət edərsə, bir şəxs də bu üç, yəni danışanda yalan danışar, vəd verəndə vədinə xilaf çıxar, ona biri əmanət verərsə, əmanətinə xəyanət edərsə, bu üçündən biri, yəni bir şəxs olsa, Peyğəmbər buyurur ki, o şəxs münafiqdir. Yəni ondan ehtiyatlı olun, özünüzü o şəxslərdən qoruyun. Sonra buyurur ki, وَالَّذِينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ. Bəs o şəxslər namazlarını qoruyarlar. Namazları qorumaq, həm şəri cəhətdən namazı qorumaq, yəni şəriətdə göstərilən o qayda qanun ki var, onlara dürüst şəkildə yerinə yetirmək. Namazın rukunları var, vacibatı var, müstəhəbbatla işimiz yox. Yəni o rukun və vacibat qismi ki var, onları kamil şəkildə yerinə yetirərlər. İkinci, namazı qorumaq deyəndə namazın vaxtına riayət eləyərlər. Yəni vaxtında, səhlənkarlıq üzündən namazı gecikdirməzlər. Namazı vaxtında qılarlar.
Sonra əvvəldə demişdik ki, bu möminlər nicat tapıb, sonra bu xüsusiyyətləri sayandan sonra Allah nə buyurur? Ulaikellezine humul varisun. O şəxslər varisdirlər. Yəni bu möminlər, bu əməl sahibi olanlar varisdirlər. Nəyin varisidirlər? Ellezine yerisunel firdevsə. Onlar Firdevs cənnətinə varisdirlər. Yəni bu əməlləri edənlər, bu əməl sahibləri Allahın Firdevs cənnətinin varisidirlər. Yəni onların haqqıdır ki, artıq o cənnətdə məskunlaşsınlar. Özdə necə? Hum fiyhə xalidun. Onlar orada əbədi qalarlar. Həqiqətən də elə bu ayəni biz gördük və eyni zamanda biz başqa bir ayələrə də baxanda görürük ki, möminlik məqamı uca bir məqamdır. Möminlik məqamı ali bir məqamdır. Və bu məqama sahib olan şəxslər artıq nədir? Quran dili ilə desək, Allahın kəlamı ilə desək, bu şəxslər nicat tapmışlardır və eyni zamanda Firdevs cənnətinin də varisləridir. Allah bizi həqiqi möminlərdən qərar versin, bizi şeytandan uzaq qərar versin, bizi əməl-i salih bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.